O günləri bir video çəkmişdim. 50.000 artıq bu getmiş maşın var taksidə. Aha, bunun artıq 50.000 sürülən maşın. Bəli, bəli. Yalnız 92-ni istifadə edir. Vay, vay, vay. Hə, yalnız 92-ni istifadə edir. İşləyir, amma səsli işləyir. 92 ilə təbii ki məsləhət deyil. Amma variant yoxdursa təbii ki 92 sürün getsin. Variant deyəndə ki, əgər indi gəlir çataq bunun şarj məsələsinə də. Məsələn, sən əgər buna qənaətli taksi sürürsənsə, yəni qənaətli başqa ən piki, yəni taksidir də. Yəni çünki taksi sürücüləri heç bir halda istəmirlər ki 95 töksünlər. Heç bir taksi sürücüsü 95 ilə sürmək istəməz. Xüsusilə öz maşını deyilsə. Çünki əlbəttə ki, əksər hallarda əvvəllər insanlar öz maşını ilə taksi sürürdü. İndi bir çox taksilər, xüsusilə bunların taksi sürənlərin neçə faizi park maşınlarıdır? 99, bəlkə də var. Yəni tək adam bunu alır və özü taksidə sürür. Çünki parklar elə şərtlərlə verirlər ki, sənə öz maşını almağa heç ehtiyac duyursan, düzdür? Hə, demək olar ki, o mövzularda biraz razılaşmıram. Çünki taksilərdə onlarda plan deyir də, plan hədsiz çoxdur. Doğrudan sən taksilərlə çox işləyirsən, də mənə taksilərlə çox işləyirsən. Yox, yəni demək istəyirəm ki, özün də taksi işləmirsən. Və indi bir çox adamlar ki, xüsusilə bu BYD haqqında videolar çəkirsən, sahibisən, taksi sürücüləri həddən artıq sənin kanalına çox baxırlar və buna görə də, yəni əminəm ki, auditoriyanın çox böyükdür o baxımdan. Ona görə də sənə də çoxlu rəylər gəlir. Nə deyirlər taksi sürücüləri? Taksi sürücüləri sırf taksi ilə bağlı, yoxsa avtomobillə bağlı? Yox, yəni bu maşınların dözümlüyü. Çünki artıq indi olmasın lap 25, bunun 24-ünü sürənlər də var, 23-ünü də sürənlər var. Destroyerlardan söhbət eləsək, onlar kifayət qədər dözümlü çıxdılar. Artıq 100.000, 150.000 yürüşü olan destroyerlar var. 100%. Bəli, 100.000, 150.000 yürüşü olan var və bəzi kommentlər var idi ki, bildirirlər ki, bu 100.000 getməyəcək. Onlar təbii ki, artıq heç nə yazmırlar. Bir çox videolar var internetdə ki, baxın, bu Çanqandır, bu təriflər dediyimiz BYD-dir, filan qədər sürülüb, çox kiçik probellər var, nə bilim 10.000, 20.000, 70.000 sürənlər var və artıq filan şey filan olub. Yəni belə şeylərlə sən çox rastlaşırsan. Bəli, bəli. Çanqan Unizə çəkmişdim ki, 600 km yürüşdə mühərriki sıradan çıxmışdı. Hə, hətta belə şey də olub. Bunda nə sürətlər qutusudur? Bunda reduktor yoxdur. Variatordur bunlar. Bunlar da sürətlər qutusu. Bəli, bəli. Bunlar da SVC gedir. Yəni SVC-nin biraz da belə. Bəli, bəli. Belə deyim, Priuslarda gələn korobkalarda SVC-dir. Sadəcə olaraq biraz başqa modifikasiyadır. Bir balaca. Amma Priuslarda da SVC-dir, bunlarda da SVC-dir. Bir balaca düzdür. Kitabçasında açığı DCC yazılıb, DCC. Hə, kitabçasında o yazılıb. Sadəcə olaraq funksionallıq olaraq demək olar ki, eynidir. Demək olar ki. Əsas məsələ yerindən tərpədəndə çox sürət, yəni qaldırmayasan ki, bir çox bizim sürücülər elə sürürlər. Şəhər rejimində, bəli, bəzən semafordan, bəli, yerindən çox kəskin qalır. Sevmir, konkret sevmir. Sürətlər qutusu deyirsən ki, yəni problemli deyil və necə ki CVT-dir, yəni variatorlardır. Bu da özünü belə aparır, yəni. Bəli, bəli. Sadəcə olaraq bir dənə təzə nəsil gələndə bunlarda, yenilər gələndə. Biri gördünüz ki, sürətlər qutusunda yağ az olurdu, yəni nəsə olurdu ki, sürətlər qutusu sıradan çıxırdı. Onu yoxlatdırmırdılar. Ona görə də bir çoxları, əksər ustalar da deyir ki, indi ən azı bu artıq dəqiq bilinir ki, Çindən gələn plug-in deyək, xüsusilə elektrik maşınlarda həm sürətlər qutusunun yağını yoxlamaq lazımdır dərhal sürmədən əvvəl. Elektrik maşınlarda isə hətta reduktorun da yağı var. Onu da mütləq, çünki reduktora yağ az niyyəti tökürlər, yəni normadan aşağı gətirirlər. Niyə? Buradan Çinlilərə üzümüzü tutub deyirik ki, belə şeylərdə adam şey eləməz, nə deyirlər ona? Çin dilində kırsalıq bunlar necədir, nəysə də eləməyin belə şey.